Artır sürəti. Biraz da sağa dönmə siqnalı yandır. İndi qarşıdan ayağımızı götürürük və geri dönürük. Sol zolağa döndər. Əhsən. Düzəlt. İndi sola dönmə siqnalını yandır. Cüzi qaza toxun. Bizə bu zolağa düşmək lazımdır. Ona görə biz geç döndük. İndi sürəti tənzimlə. Qarşıdan biz sola dönürük. Yəni bu dönüş edirik. Bax, avtobuslar gedən istiqamətdə. Gördün? Artır sürəti. Ancaq dönəndən sonra bizi yol ver nişanı gözləyir. Sükanı çevir. Kifayət elədi. Sağdakı nişana bax. Gördün? İndi biz sağdan gələnlərə yol verib daha sonra dönəcəyik. Ancaq fikrimiz burada qalar və önümüzə bir maşın girər. Yəni bir yerə uzun uzadı baxma. Yoxla. Əyləci burax. Sükanı biraz da çevir. Əhsən. Artır sürəti. Və qaytar sükanı. İndi sağa dönmə siqnalını yandır. Baxsaq gözüyə kimsə yoxdur ki. Əyləci bas. Aha, bax burada söndür. Düz davam edəcək. Burada bir səhv elədim. Bəli, mən sənə izah eləmişdim ki, ötmə zamanı baxırıq gələn yoxdursa, keçmək istədiyimiz zolağa tez keçmək üçün qaz verib keçirik. Və bu sənin beynində qalır. İndi sən sol zolaqdan sağ zolağa keçərkən arxadan gələn gəlib çatana qədər qaz verib tez keçmək istədin. Bu yanlış idi. Niyə? Əgər keçmək istədiyin zolağın qarşısı boşdursa, bəli, qaz verərək keçməlisən. Ancaq sənin keçəcəyin zolağın qarşısı doludursa, qaz versən o arxadan gələnə görə də ki, o gələnə qədər qaz verim, tez keçim. Çox qaz versən, onda yığışdıra bilməyib öndə gedəni vura bilərsən. Hara baxmağından asılı olmayaraq qısa bax. Yaxşı, ora diqqət etdiyin kimi qarşında, sağda, soluda nəzarətdə saxla.